zamanlar belə bir tendensiya çıxıb Azərbaycandan xaricə gedən azərbaycanlılarımız hamı paylaşır. Deyir ki, mən burada vəkil işləyirəm Germaniyada, mən bunlara nail olmuşam. Amma Azərbaycanda qalanda işləyəndə əziyyətlər çəkirdim. Ya da birisi Amerikadan deyir ki, mən burada sportiv uniforma uşağımı almışam, Nike-dan bilməm, krasovka almışam, bunu hamısını bir saata qazanmışam. O birisi Rusiyadan deyir, mən burada bomba yaşayıram, Azərbaycanda imkan vermirdən, biri Avropada, mən burada yaşayıram, belə. Bizimkilər də yazır, halal olsun, burada yaşamaq çətindir, yaxşı eləmisən, getmisən. Mən istərdim ki, minlərcə, yüz minlərcə Azərbaycanlılar kim ki heç nəyə nail ola bilməyib xaricdə, batıb, itib və yaxud qayıdıb, onlar da bir videolar paylaşsınlar. Yoxsa siz elə düşünürsünüz ki, hər Azərbaycanlı xaricə gedib orada srazu milyonlar qazanar, srazu onun yolu açılar. Mən Azərbaycanda yaşayan bir Azərbaycanlı kimi deyim. Mən burada marujna satıcısı kimi başlamışam. Və nəyi qazanmışam? Burada qazanmışam. Yaxşı, pis, razıyam. Allah razı eləsin. Nə atasız, nə daydaysız, nə qohumlarsız. Özüm hər şeyə nail olmuşam. Yaxşı, pis, qalxmışam. Düşə də bilərəm, uça da bilərəm. Hamısı məndən asılıdır və istərdim ki, Azərbaycanlılar xaricə gedəndə tək bizim ölkəmizi pisləməsinlər, biraz yaxşılıqdan da danırsınlar, tərifləsinlər. Mən heç vaxt eşitməmişəm ki, ermənilər xaricdə nəyəsə nail olsunlar və desinlər ki, Ermənistanda pisdir, dəhşətli, imkan vermir dövlət, heç nə. Biz hamısını eləmişik Amerikada, biz Rusiyada qazanmışıq, biz... Ermənilər siz nə edirlər? Deyirlər ki, Ermənistan superdir, əla ölkədir, amma mən Amerikada qalxmışam, mən Rusiyada qalxmışam, mən Avropa, amma mütləq Ermənistana qayıdacam, çünki doğma ana torpağımdır, o belədir. Amma bizimkilər nə var? Xaricə gedirlər və Azərbaycanı pisləyirlər. Niyə belə fərqli bizlə onlarda? Başa sala bilərsiniz. Təşəkkür edirəm.